vicdanla bağlı Quran-ı Kərimdə neçə ayələr var. Onlardan bəzilərini inşallah bu günləri biz danışacağıq. İlk öncə bu sözü necə düzəldiblər? Vəcədə kəlməsindən düzəldib bu söz. Vicdan sözünün mənası, yəni var olan, tapılan, mövcud olan deməkdir. Allah Teala yaratdığı insanları vicdan üzərində yaradıb. İnsanı digər varlıqlardan, digər canlılardan fərqləndirən xüsusiyyətlərdən biri budur ki, vicdan. Bizim cəmiyyətdə gördüyümüz insanlar iki hissədir. Ya vicdanlı insanlardır, ya vicdansız insanlardır. Əslən, zatən vicdansız yoxdur. Bütün insanların vicdanı var. Məsələn, ağılsız insan yoxdur. Əgər bir nəfərə deyirik ki, filan kəs ağılsızdır, mənası budur ki, ağılsızdır. Yəni, ağlını işə salmır. Bir nəfər iradəsiz insandır, mənası budur ki, yəni öz istəklərini nizamlamır. Yəni, vicdansız insan yoxdur. Bəs necə olub ki, bu insanlar bu hala gəlib çatıb, o barədə danışacağıq.